Qərbi Azərbaycan kəndləri. Evli kəndi. Kənd Loru Pəmbək mahalında Canbağça vadisində yerləşib. Burada ancaq Azərbaycanlılar yaşayıblar. Kəndin ilkin adı Molla Eyyub olub. Bu da şübhəsiz yurdun bünövrəsini qoyan nüfuzlu nəsil, tayfa, ya şəxslə bağlıdır. Obanın adı mənbələrdə Xarrat kimi də gedib. Əslində Harat, Xarrat, Xarratlı adlarına başqa məkanlarda da rast gəlinir. Tədqiqatçılar deyirlər ki, bu Herat sözündən əmələ gəlmədi. Əfqanistandakı türk tayfalarının hərəkəti ilə Herat əyalətindən gətirilib. Evli kəndinin yerləşdiyi Loru Pəmbək mahalı 1842-ci ilədək sonralar Borçaldan qoparılıb Ermənistana verilmiş Qarakilsə, Cəlaloğlu və Gümrü qəzalarının bir hissəsini və Hamamlı bölgəsini də əhatə eləyirdi. Ümumiyyətlə 19-cu əsrin əvvəllərinədək bu yerlərin Ermənistan anlayışı ilə heç bir əlaqəsi, bağlılığı olmayıb. Ona görə də ermənilər əraziləri ələ keçirəndən sonra ilk növbədə erməniləşdirmə siyasətini həyata keçiriblər. Xaricdəki soydaşlarını gətirib o ərazilərdə məskunlaşdırıblar, yerli əhalini sıxışdırıblar, qanlı terrora əl atıblar. 1918-ci ildə də Evli kəndinin yanında yerləşən Dəmirçilər obasını dağıdıb, dinc əhalisinə divan tutublar. Yağı düşmən digər Azərbaycanlı yaşayış məntəqələrinə də aman verməyib. Başladıkları müharibənin ağrı acısını bölgənin hər obasına yaşadıblar. Həmin hadisələrdən sonra Evli kəndinin dirçəlməsi üçün neçə illər lazım gəlib. Sakinlər onun yaralarını sevgiləri ilə sağaldıblar. Kənd böyüyüb, abadlaşıb, inkişaf edib. Xalqın gücü ilə məktəb, klub, kitabxana, tibb məntəqəsi yaradılıb. Bu obada həmişə hünərli, zirək, zəhmətə bağlı insanlar yaşayıblar. Evli kəndi həmçinin nüfuzlu ziyalıları ilə tanınıb. Belə bir gözəl yurd yerimiz 1988-ci ildə azğın ermənilərin növbəti hücumlarına məruz qalıb. Uşaqlar, qocalar, qadınlar qışın şaxtasında dağlara, meşələrə səpələniblər. Kimi erməni gülləsindən, kimi soyuqdan, şaxtadan tələf olub. Evli kəndi beləcə düşmənin əlində qalıb. Ermənilər 1991-ci ildə Evli adını da dəyişib Zaramut qoyublar. Qərbi Azərbaycan kəndləri.